bir qadın təndirin yandırıb, çörəyin xəmru da hazır. Gördü küçədə ses düşdü ki, Peyğəmbər gəlir. Qoydu təndiri yana-yana, uşağı da oynayır təndirin yanında. Xamurunu da qoydu, əli xamuru qaçdı küçəyə. Ya Peyğəmbər salam. Əleykumussalam. Ya Peyğəmbər, səndən bir neçə sualım var. Olar, dedi, olar xanım. Dedi, ya Peyğəmbər, Allah bəndələrini çox istəyir, ya ata-ana evladını çox istəyir? Peyğəmbər buyurdu ki, xanım, Allah dünyanı xəlq eləyəndə rəhməti 100 dərəcə idi. 100 dərəcə rəhməti var idi Allahın, 100 mərtəbə. Dünyaya o rəhmətin birim verdi. O bir dənənin üstündə ata da evladını sevir, ana da evladını sevir, evlad da atanı sevir, insan Peyğəmbərini sevir, insan imamını sevir, insan dinini sevir, kitabını sevir, o sevilməlilərin hamısını sevir. O sevilməlilərin hamısı, o bir məhəbbətin üstündədir. 99'un qiyamətə saxlayıb. 99'u qiyamətdə sərəcək insanların ayağının altına. Bəs Allah ata-anadan bizi yəqin elə çox istəyir. O ana hazırdır evladın əziyyətinə. Dedi, ya Resulullah, biz ikinci sualı vereyim. Dedi, ver. Dedi, o təndiri görsən yandırmışam. Dünyada bir dənə də ana tapmazsan ki, övladın ata təndirə. Övladın özəli ilə yandıra. Bəs Allah bu qədər insanları qiyamətin günündə niyə yandıracaq? Peyğəmbər ağladı. Peyğəmbərimiz ağladı, dedi, xanım, o cürdür. Allah yandırmayacaq. Qoy, dedi, bir misal varım sənin üçün, o cür başa salım səni. Dedi, bax, təndiri yandırmısan, getmirsən evə xamurunu da alayacaq. Uşağa da tapşırmısan ki, ateşdir, oddur, yandırar. Yaxınına getməyin. Gedəsən çörəyin, xamurun getirməyə, gələsən, görəsən, uşaq düşüb təndirə, neynərsən? Dedi, başıma vurub ağlayaram. Ürəyim yanar. Dedi, Allah da o cürmədir. Allah günahı ki, deyir haramdır, yəni deyir oddur. İndi bir bəndə özəli ilə gedir, o da girir, özünü yandırır. Allah neynəsin bunu? Allahın qəsdi dördü yandıra. Deyir, bu yandırandır. Şamın istisi var, amma yaxınlaşdırsan barmağın yanacaq. Ondan çıraq kimi istifadə edə bilərsən. Ondan özü həlak da edə bilərsən. Odun istiligi var, qızınmaq üçün də istifadə edə bilərsən. Özü sui-qəsd edə bilərsən. Sui-qəsd haramdır, eləmə. İndi gəlib bir nəfər eləyir. Allah neyniyər? Peyğəmbər buyurdu, xanım, Allah ata-anadan da çox istəyir. Allah namazı niyə istəyib Allah? Çox istəyib deyə namaz istəyib bizdən. Birini yollaya ailə üzvünün biri gedə məsələn uzağa. Onlar ki, evladı hərbi xidmətdədir. Allah sağ-salamat qaytarsın. Mən sual eləyirəm buradan. Bəzi ata-ana var, deyir evladına ki, heç olmasa həftədə bir dəfə danış. Həftədə bir dəfə səsini eşidim, rahat deyim. Bəzi ata-ana var, deyir, gündə bir dəfə yerək danışasan. Gündə bir dəfə danış, səsini eşidim, rahat deyim. Allah bir söz nə deyir? Allah deyir, mən gündə 5 dəfə istəyirəm danışasan. Gündə 5 dəfə yerək mənlə danışasan ki, mən rahat deyim. Ata-anadan məhəbbəti bu qədər çoxdur. Ata-ana deyər, gündə bir dəfə olmasa səsini eşidim. Allah deyir, gündə yerək 5 dəfə səsini eşidim. Ey mənim bəndəm, gəl mənlə danış. Mən sənə qulaq asıram. Allahu Ekber başladı. Bismillahirrahmanirrahimdən Esselamu Aleyküm və Rəhmətullah və Bərəkatuh'a qədər Allah sənə qulaq asır. Axıra qədər Allah sənə qulaq asır. Bir dəfə də istəmir, 2 dəfə də istəmir, 5 dəfə istəyir. Deyir, birdən vaxtında çatdıra bilmədin, gəl qəzasın elə. Gecikmirsən, yenə gəl danış, qəbul edirəm. Deyir, Allah, bir ömür gecikmişəm. Bir ömür gec gəlmişəm. Bəs onun üçün neyniyim? Deyir, onlar üçün də vaxtın olanda mənlə danış. Deyirən Allah, məsələn, filanıncı illə mən həddi buluğa çatmışam, o vaxtda danışmamışdım səninlə, onları qəza eləyirəm. Allahın ehtiyacı yoxdur. Allah sadəcə bəndənin sesini eşitmək üçün Allah ondan deyir, məndən danış.